Değerli hörmətli YouTube izləyiciləri, TikTok səhifənin izləyiciləri. Göyçay maşın bazarındayıq, gecə bazarındayıq. Gördüyünüz kimi maşınlarımız var, hər növ maşınlarımız var. Opellərimiz, Kia'larımız, Transitimiz var orada, 09'umuz var, 07'lər, Infiniti, Volkswagen və orada da Opelimiz falan var. Çəkib göstərəcəm. İlk çəkəcəyim maşın Opel Astra markalı avtomobil olacaq. Maşın haqqında məlumatı özüm verəcəm. Maşın sahibinin nömrəsini də özüm qeyd edəcəm. Deməli, maşınımızın ili 1999-cu il istehsaldır. Motor 1.8-dir, avtomatdır. Motor, korobka, xodovol sistemi əla vəziyyətdədir. Kosmetik şey ehtiyacı yoxdur. Belə deyək, maşınımızın peçi, kondisioneri işləh vəziyyətdədir. Bugünkü günə qlobal bir problemi yoxdur. Maşınımızın satış qiyməti 8000 manatdır. Real alıcıya təbii ki maşının yanında indirim olunacaq. Maşın sahibinin nömrəsini qeyd edirəm. 050 629 44 26. Maşına hal-hazırda Göyçay maşın bazarında, gecə bazarında baxmaq mümkündür. Baxırıq, baxın, salon yaxşı vəziyyətdədir. 4 şüşənin 4'ü də avtomatik qalxıb enir, yəni podyomnikdir. Maşının oturacaqlarında cızıqdan, sökükdən söhbət belə gedə bilməz. Yük yerini çəkib göstərəcəm. Maşınımızın yük yeri gördüyünüz kimi geniş vəziyyətdədir. Belə, yəni kim istəsə gəlib yaxından yük yerini qaldırıb baxa bilər. Nömrə üzərində qalacaq. Deyirsiniz nə nömrədir? Onların nömrə satışda olmadığı üçün nömrə üzərində qalır. Və maşınımızın salonu baxın. Əyləşəcəm salona, belə vəziyyətdədir. Avtomat sürətlər qutusudur. 5 problem maşındır. Şitində çatdağı, partdağı falan yoxdur. Və əsas maşınımızın əsas yerlərindən ən birincisi olan maşınımızın mühərrik yerini çəkib göstərəcəm. İnşallah ki, baxın, maşınımızın mühərrik yeri Ekatek motordur, 1.8 motordur, akkumulatoru yenidir, problemsiz. Vuruqdan, udardan söhbət gedə bilməz. Belə çəkdim, göstərdim, məlumatları da qeyd elədim. Sizə də bu maşın maraqlı gələrsə, qeyd elədiyim nömrəyə zəng vuraraq bu Opel haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz.